Salam hörmətli, əziz, dəyərli izləyicilərim və hörmətli dövlət və hökumət qurumları. Bizim bu video müraciəti çəkməkdə hal-hazırda Kiçik Dəhnə ərazisindəyik. Yəni bu gördüyünüz, bax bu ağaçlıqları, bu yaşıllaşdırmanı Kiçik Dəhnə kənd sakini Qabil bəy özünün təşkilatçılığı ilə bərabər Kiçik Dəhnə vətəndaşlarını ilə birlikdə çox böyük bir təşəbbüs irəli sürərək, böyük bir yaşıllaşdırma salması üçün, kənd üçün, hər bir kəndə gələn bir qonaq qara üçün, hər bir vətəndaşı üçün gözəl bir xoş aura. Və indi gəlin həmən vətəndaşın özünün də bahisəsini alaq, o da özü bəzi yerlərdə açıqlama verəcək. Yəni görək sizin də başınıza gələn haqqında bu bələdiyyə sədrinin öz başlıqlarını sizin də dilinizdən eşitmək və bizim izləyicilərimizin də və hörmətli dövlət qurumlarımızın, hökumət qurumlarımızın da sizin dilinizdən də eşitməyi daha məqsədə uyğundur. Qardaş, birinci çox sağ ol, xoş gəlmişsiniz. Mən Şəki rayon Kiçik Dəhnə kəndi sakini Nuraliyev Qabil Mobiloğlu. Mən kənd sakinlərimlə, Kiçik Dəhnə əhalisinlə birgə yığılaraq 2010-dan əkdiyimiz ağaçlar yəni məhv oldu, getdi. İndi 2-3 dənə ağac qalıb ondan. Biz istədik həmən o missiyanı yerinə yetirək. Bir də ki, cənab prezidentimiz İlham Əliyev onun verdiyi missiyaları biz yerinə yetiririk, ağac əkirik. Bu yol qırağına, yəni Kiçik Dəhnədə ümumi olaraq ağac yoxdur, meşəlik yoxdur. Yəni çox isti keçir, quraqlıq keçir. O əsasən fikirləşdik ki, cəmaatla bir yerdə ağac əkəyin. 600-də evlər şəməkdik. Aprel ayı, mart ayında bu müqayisələr qopdu bələdiyyə sədrindən ki, bu yer məndir, bura məndir. Bir təhri o yüzden bu icazə alıb bir sıra yol qıraqlarına əymişik cəmaatla. Bir də işıq şalmanları qoymuşuq. Burada gecə maşın olmur, yol, insanlar piyada gedir. Burada heyvanlar var, həşəratlar var ki, insanlara hücum eləməmək üçün işıq gəlmişik. Yəni burada dövlətimiz üçün, millətimiz üçün biz xeyir işlər görürük. Bunu bütün qurumlarla bilir, hər yerə biz məlumat vermişik. İndi bu əraziyə cəmaatla birləşib bura yaşıllıq salmaq istəyirik ki, cəmaat dağlıqdır da, qoy bura zibil idi, yığışdırmışam, təmizlətdirmişəm, cəmaat bura zibil atırdı. Burada heç bir otlaq, mal otlağı yeri deyil, quraqlıqdır. İndi bura biz yaşıl yer eləmək istəyirik ki, cəmaat bir faydasını görsün, gələcək nəsil üçün. Bunu da bələdiyyə sədri Cəlalov Əlvida bizə imkan vermir, qoymur, hələ qorxu gəlir, müəyyən şeylərlə bizi eləyir, təhqir eləyir və bizi şərbökdən atır üzərimizə. Biz də xahiş edirik ki, adəti qurumlardan, buradan cənab prezidentimizə səslənirik, buradan Ekologiya Nazirinə səslənirik, buradan birbaşa Daxili İşlər Nazirinə. İndi deyir ki, torpağı sərəmcana götürüb, bütün 140 hektarı 2027-ci 7-ci aya qədər onun qüvvəsindədir. Biz buradan 30 metr, yəni 300 metr uzunudur. Bizə buradan bu ərazini qazmışıq. Əvvəl gəldi bizə dedi ki, gedin əkin. Sonra gəldi bizi polis sistemi sarcan polislərlə bizi buradan qoymadı. Öz bələdiyyə işçilərlə bizi burada işçilərimizi çıxartdırdı. Bizə ya buradan keçən durba suyu var, millətin, dövlətin. Oradan yağışlarımıza su verir. Ya bizə kömək eləyir. Heç nə eləmir. Yəni, özü orada qabaqda baxarsınız, nə boyda müqayisəyə bağlayıb, hasarlayıb. Dövlətin yeridir. Bura icra hakimiyyəti, bura konsport yeridir. Heç onun əlaqəsi yoxdur. Prost icarəyə götürüb, oğlunun adına. Yəni, Rahim Cəlalova Əlvidoğlu onun adına götürüb. İndi bizə bu yeri vermir ki, əkək, cəmaat buradan istifadə eləsin. Yəni, mən adəti qurumlar hər yerə məktub yazmışam. İcra başçısına da xəbərdarlıq eləmişəm. Neçə dəfələrlə getmişəm torpaq şöbəsinə. O da hamı deyir ki, o gəbi üzərindən çıxartmasa biz o yeri verə bilmirik. Yəni, yararsızdır bu yer. Bu torpağı sizin dediyiniz kimi, yəni bu torpağı həmən bələdiyyə sədri, bələdiyyə öz vəzifə səlahiyyətlərindən suyu istifadə edərək, yəni torpağı belediyə zəbt edibdir, öz üçün. Yəni siz bu torpaqdan başqa bir gəlir götürməsi üçün istifadə etmərsiniz ki? Xeyr, biz heç bir istifadə etmirik, ya restoran tikmirik, ya burada kafe tikmirik. Sadəcə olaraq ki, ağac əkirik, cəmaatın istifadəsinə, sərinliyinə vermək üçün, bir də ki, yaşıllıq olsun, yol qırağı gözəlliyi olsun. Bu, ulu öndərimiz Heydər babamızın da öz tövsiyəsidir.
Biz o vaxtdan da bu tövsiyəni bilirik. Hər adama bir ağac düşür. Bunu cənab prezidentimiz İlham Əliyev söyləyir ki, hələ bir ağac əksə, hər yer yaşıllıq olar, gözəllik olar. Biz də o versiyanı yedirik. Biz də prosto qalmışıq ki, həsarət altındakı bu bələdiyyə sədri, ulu öndərimizin, bu cənab prezidentimizin verdiyi tövsiyəni niyə əməl eləmir, niyə bizi qoymur? Biz elə qalmır, bizim heç bir günahımız yox, heç bir suçumuz yox. Mən yay uzunu baxıram, maldan, qaradan qoruyuram, özüm əliləm, gəlirəm, qoruyuram, suluyuram, gecə gündüz bütün dağlıq yer, daşlıq yerdir, əllərimlə suluyuram. Çox çətindir baxmaq. Şükür olsun, bu yayı keçirmişəm, baxmışam. 2 ildən sonra bura meşə olar, bura gözəllik olar. Tembol dekabr ayıdır, heç yağış yox, yağıntı yox, quraqlıq keçir. Ekologiya xeyrimiz var, bizim ziyanımız yoxdur valla. Yəni bu bələdiyyə sədri bizdən nə istəyir, nə alanmır? Niyə bu hər yeri pulla satma, zəbt edir? Axı bu dövlətindir, bu millətindir. Niyə biz istifadə eləməyik? Qabil bəy, bu dediyiniz şalbanları, işıq dirəklərin. Bunları da götür. Bu işıq dirəklərin, yəni özünüz kənd sakinləri ilə birlikdə bunları işıqlandırılması üçün etmişsiniz. Yəni sizin bu dirəkləri bura qoyub kənd qardaşlarınızla birlikdə bunu yaratmaq, gözəllik qatmaq bugün bu bizim üçün, dövlətimiz üçün, hökumətimiz üçün böyük bir nümunədir. Mən elə sizlərə də həqiqətən öz adımdan bütün bu dövlətimizi, dövlətçiliyimizi sevən hər bir vətəndaşın adından, hər bir qurumun adından mən sizlərə də təşəkkür edirik ki, sizlər də sağ olun ki, həqiqətən bax bu, halbuki bu işləri bələdiyyə görüləsi bir halda, sizin özünüz bu işləri görməkdə, deməli, kənd üçün bələdiyyə köməkdarlıq eləmişsiniz. Mən elə bir daha buradan da elə Şəki şəhər icra başçısı Elxan müəllim Musubova müraciət edirəm. Hörmətli cənab başçı, bu öz başına olan məmurlar haqqında sizin özünüz ölçü götürülməyi də mən sizdən xahiş edirəm. Göstəriş verəsiniz ki, burada həmən bu vətəndaşlar, bu kəndin sakinləri, burada hər hansısa bir özləri üçün, gəlir mənbəyi üçün nəsə tikib yaratmırlar. Bunlar burada ağaçlar əkirlər. Bu boyda işıqlandırılması üçün burada şalbanlar, işıq dirəkləri istifadəyə veriblər. Bunlara biz təşəkkür etməyə əvəzində, bunlara hələ əksinə şərait, kömək yaradılması əvəzinə biz vətəndaşları, belə deyək, bir dənə bələdiyyə sədri öz tutduğu vəzifəsindən suyu istifadə edərək, bir kənd üçün xeyirxalq iş görülən şeylərdə bunları boğursa, deməli belə bir məmur, mən düşünürəm ki, və hətta bunu mənim izləyicilərim də biz düşünürük ki, elə bir məmuru heç bir vətəndaş qəbul etməz. Bunu da buradan qeyd etməliyəm ki, düzdür, mən qarşı tərəfi tanımıram. Qarşı tərəfində mövqeyin, fikirlərin işıqlandırmağa da hazırıq. Mən qardaş, mən dövlətim üçün canımı verməyə, millətim üçün qanımı verməyə hər zaman hazır olmuşam. Mən dövlətim üçün də verilən qanunlar, dövlətin qoyduğu qanunlar boynum qıldan incədir. Hər zaman da hazır olmağa hazıram. Mən bu işıqlığa çaymışam, dövlətə ziyanlıq vurmuram. Niyə görə? Günəş fənarını eləmişəm ki, yəni orada işıq çəkilməsin, arasa vurulmasın. Günəşdən götürürük və işıqlandırırıq yollarımızı. Yəni, xahiş edirəm ki, mən bu elədiyim əziyyətimizi, yəni bu müəyyən insanlar yerə vururlar və mənət bir kömək eləmirlər. Bu bir damcı torpağı vermirlər ki, biz əkək, yetişdirək, millətimizə, dövlətimizə xeyir olsun. Adəti qurumlara səslənərəm. Ekologiya nazirinə, hamısından xahiş eləmişəm, yazılı surətdə də varımdır. Prosto heç biri mənə səsimə səs vermirlər, kömək eləmirlər. Prosto baxsınlar ki, biz qeyri-qanuni iş görmürük. Əgər bugünkü gündə mən qanunsuz iş görürəmsə, ağac əkməyin, əgər qanundan kənardırsa, ağac əkməyin statiyası varsa, cinayət işidirsə, mən xahiş edeyim, qırağa çəkilim. Əgər